Həzrəti Fatimənin şəhadət günləridir və bir çox şiə müsəlmanlar bu günləri əza saxlayırlar, qeyd edirlər və həmçinin bir neçə gündən sonra Zəfər günüdür. Bizdə Azərbaycanlı kimi, vətən evladı kimi şəhidlərimizi anacaq, haqlarında dua oxuyacaq. Bu bir müsəlman adətidir ki, hər zaman şəhidlərini, yol göstərənlərini, örnək olası kəsləri daim onların ildönümlərini qeyd ediblər, yad ediblər və gələcək nəsillərə ötürməyə çalışıblar ki, gələcək nəsillər də onlardan örnək alsınlar, onlardan nümunə götürsünlər. İnşallah mən bu neçə günün ərzində Allahın nəsibi olsa, Allah yardım eləsə, Peyğəmbərdən sonra baş verən hadisələrin bir neçəsinə toxunacağam. Və onlardan ən məşhur hadisə xanım Fatimə-i Zəhranın Fədək xutbəsidir. Fədək xutbəsi. Nəsib olsa Allahın izni ilə o xutbəni oxuyarıq, tərcümə edərik və xanım o günkü gündə müsəlmanlara nə demək istəyirdi? Onu izah verərik, hətta lazım olsa diskurs edərik və xanımın bugünə qədər gəlib yetişən o mesajını anlamağa çalışarıq. Əvvələ deyək, Fədək nədir? Fədək bir bağdır. Zahirdə bir bağ. Xurma bağıdır. Döyüşsüz, qılıncsız, qansız Yahudi qəbilələri onu Peyğəmbərə vermişdilər. Xeybər fəth olundu. Ondan sonra digər qalalar fəth olundu və ondan sonra o Fədək bağını Peyğəmbərə verdilər. Allah budur, bu sənin malıdır, sənə veriblər. O da xanım Fatimə-i Zəhraya onu hədiyyə elədi. O bağı hədiyyə elədi. Zahirdə bu bağ bir bağ, bir xurma bağıdır. Zahirdə budur. Amma Əhl-i Beyt imamlarının dili ilə Fədəyin xurma bağı sıradan bir bağ deyildi. Zahirdə bağ idisə, batində vilayəti Əmir-əl-Müminin idi. Bu bağ və Əlinin vilayəti, bunların bir-biri ilə bağlılığı nədir? Nə bağlılığı bağlayır onları? Bağla Əlinin vilayətini bir-birinə bağlayan nədir? İnşallah gələn günlərdə bu haqda danışacaq ki, nə bağlayırdı? Bağ hara? Əlin vilayəti hara? Əlin imaməti hara? Bağı almaq Əlini vilayətdən kənara qoymaq deməkdir.
Bağı vermək elə əlinin vilayətini, imamətini təsdiq eləmək deməkdir. Gəlin, baxaq hələ o xütbəyə keçməmişdən öncə. Gəlin, baxaq görək, Əhl-i Beyt imamları bu fədək haqqında hədislərdə də buyurublar. Hərəsindən, hər imamdan bir söz deyək. İnşallah qalanları da, izahları da qalsın gələn günlərə. Allah nəsib eləsə, Allah müvəffəqiyyət versə, tövfiqat versə. Bir hədis Şərh-ü Nəhcül Bəlağədədir. İbn Əbil-Hədid bunu yazır. 16-cı cild 284-cü səhifə. Həzrət Əli Əleyhisselamın dilindən deyir. İnnə fədəkən ləm təkun indənə ərdən və lə mələn bəl kânət rəmzən li həqiqətinə el-məğsub zahiruhə bustan və batinuhə el-imamə. Ağa Əmir Əl-Mömin buyurur ki, fədək bizim üçün torpaq və ya mal deyildi. Yəni, insanlar düşünürlər ki, Xanım Zəhra bağı tələb eləyir, onun əlindən alınmış bağı tələb eləyir. Yəni, bir dünya tələbdir. Birinin əlindən bir qiymətli bir şey alsın, deyək ki, onu qaytar. Ona görə gəlir məsciddə xutbə eləyir. Zahirdə deyərlər ki, nədir? Malın davasını eləyir, dünya davası eləyir. Zahir bunu deyir. Amma Həzrət Əli Əleyhisselam buyurur ki, xeyr, bu fədək bizim üçün torpaq və ya mal deyildi. O bizdən alınan haqqımız idi. Zahirdə bağ idi, batində isə imamət idi. Nə demək istəyir Əli? İnşallah deyərik. Deyir, zahirdə bustandır və batinuhə əl-imamə. Batinində isə, həqiqəti isə bunun imamətdir. Deyir, malçın deyir, amma haqqımçına. Söz bundandır. İmam Həsən əleyhissalam Biharul Ənvar 43-cü cild səhifə 161-də buyurur. İnnə ummi Fatimətə salamullah aleyha mə tələbət bifədəkin liəclid dünya və ləkin ərədət ən tübəyyinə li ümməti mən sahibul haqq bə'də əbihə. Fəmən ərəfəl haqq nəcə və mən cəhiləhu zallə. İmam Həsən əleyhissalam buyurur, anam Fatimə fədəki dünya üçün istəmirdi. Bunu deyir, dünya üçün istəmirdi, ləccəlid dünya. Və ləkin ərədət, bunu üçün istəyir, lakin bunu üçün istəyirdi ki, bəyan eləsin. Kimə? Ümmətə bəyan eləsin. Ümmətə bildirsin ki, atasından sonra, atası kim? Peyğəmbər. Atasından sonra haqq sahibi kimdir?
Atasından sonra hak sahibi kimdir? Hak tələb eləyir. Bağ tələb eləmir. Bağı neynəyəcəkdilər ki? Bağ var idi əllərində, gənə də acıydılar. Niyə? O bağın malını fəqrə, füqaraya, əhsanata, xeyrata, bunlara dağıdırdılar bunlar. Onların əllərində gələni gözünü yummadan qapını açmadan fəqrə verən adamlardılar bunlar. Tələbin, bu fədəki tələb eləməyin həqiqəti bu idi ki, ümmətə aşkar eləsin, bəyan eləsin ki, mən sahibəl haqq bə'də əbiha. Atasından sonra haqq sahibi kim idi? Deyir, mən ərəfəl haqq, kimdir o haqqı taradı, nicat tapdı və mən cəhiləhu zallə, kim ondan qafil oldu, azdı, yolun azdı. Hazreti İmam Hüseyin Aleyhisselam'dan bu haqda bir başqa hədisdə buyurulur. Kânə yevmu fədəkin avvələ yevmin zulmə fihil haqq. Və sukinətə fihi anil haqq və təkəlləmə fihil batil. Canısı. Hazreti İmam Hüseyin Aleyhisselam buyurur ki, fədək günü, ona fədək günü deyir. O fədəkin alınma gününə buyurur ki, fədək günü haqqın ilk dəfə zülm olunduğu gün idi. O gün haqqın sesi susturuldu, batil danışmağa başladı. Hazreti İmam Zeynul Abidin bu fədək haqqında buyurur. İnnallaha imtahanan nas bi fədəkin. Allah insanları fədək ilə imtihan elədi. Allah'ın qəribə imtihanları var. Mən bunlara izah vermədən gedirəm. İnşallah nəsib olar gələn günlərdə danışaraq bunların haqqında. Allah'ın qəribə imtihanları var. Bəzən su içmə deyə imtihan eləyir. Su içmə. Döyüşə gedirlər. Deyir ki, heç kəs su içməsin, içsə də az içsin. Suyla imtihan eləyir. Calut hadisəsi. Hamı içir, Həzrəti Davud Allah'ın bu əmrinə itaat eləyir. İçmir. Gəlir 17 yaşında bir uşaq, o böyük, zorba bir pəhlivanı, qılınclı, nizəli, oxlu, qalxanlı, zirəhli bir pəhlivanı, o bir daşla, bu daşın adını nə deyirlər? Sapanla. Cəhənnəmə vasil edir. Allah bəzən qəribə imtihanlar eləyir. Qəribə imtihanlar. Deyir, Allah insanları fədəklə sınadı. Necə ki, vilayətimizlə sınadı. Yəni, fədəklə sınamaq, vilayətlə sınamaq kimi bir şeydir. Kim qəbul etdisə, nicat tapdı, kim inkar etdisə, hələk oldu. Ağır sözlərdir, vallahi. İmam Muhammed Baqir aleyhissalam buyurur, fədəkun ləm təkun ardən, vələkin kənət rəmzən li vilayətina. فَلَمَّا اِغْتَسَبُوهَا اِغْتَسَبُوا
vilayətinə. İmam Muhammed Baqir buyurur, Fədəc bir torpaq deyil. Fədəc bir torpaq deyil. Öyle düşünmeyin. وَلَكِنْ كَانَتْ رَمْزًا vilayetine. O bizim vilayetimizin bir remzidir, bir nişanesidir. Remz bilirsiniz de? Bir remzidir, bir nişanesidir, remzidir. Onu bizden almaqla vilayeti de bizden aldılar. Çok maraqlıdır. Ama çok düşünün, fikirləşir ki, torpaq ara, bağ ara, vilayet ara. Necə uyğunluq tapırlar bu sözün arasında? Ama mənası var. Ama mənası var. İmam Cəfər Sadiq buyurur, İnne Resulillah sallallahu aleyhi ve aleyhi ve sellem, size de salavat gönderin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Lem tegul la nuvarrithu velakin qala nahnu ma'aşirel enbiyai la nuvarrithu zahaben ve la fiddeten. وَلَكِنْ نُوَرِّثُ الْعِلْمَ وَالْحِكْمَةِ. Bir Peygamber aleyhisselam böyle söz dememişti ki, biz peygamberler miras koymuruq. Böyle söz demiyor Peygamber. Kur'anla zıttı bu söz. Neye göre deyir, koy bunun izahını demişse anlayasın. O zaman da bir hədis çıxartdılar xanım Fatıma-i Zəhranın qabağına. Dedilər ki, sənin atan Peyğəmbər Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdu ki, biz peyğəmbərlər miras qoymuruq. Bizdən sonra miras qalmaz. Bizdən qalanlar əhsanat və sədəqədir. Neyimiz qalsa paylayın cəmaat. Miras qoymuruq. Deyib, belə söz deməyib Peyğəmbər ki, biz miras qoymuruq. Bəs necə deyib? Qal. Deyib ki, belə deyib. Nəhnu məaşirəl ənbiya la nuvarrithu zəhəbən və la fiddətən. Biz Peyğəmbərlər qızıl gümüş nə etmirik? Qoymuruq özümüzdən sonra. Mal yığaq, mal toplayaq, krallar kimi, padişahlar kimi, məliklər kimi. Biz elə deyilik. Biz nə qoymarıq? Miras qoymarıq özümüzdən sonra. Qalma, doğrudan da Peyğəmbər dünyasını dəyişəndə Peyğəmbərin nəyi var idi? Baxsaz o tarixə görərik də, kitablarda var. Bir əsri var, bir nə bilim, qabı var, su tökməyə, nə bilim, bir darağıq var, belə əşyalar, sadə əşyalar var. Deyir, biz qızıl, gümüş qoymarıq. وَلَكِنْ نُوَرِّثُ الْعِلْمَ وَالْحِكْمَةِ. Amma biz özümüzdən sonra hikmət və elmi miras qoyarıq. Fədəc elmin qapısı idi. Onu bağladılar ki, insanlar cahillik qaranlığında qalsın. Yenə gəldi Fədəkin üstünə. Çox maraqlıdır. İmam Musa-i Kazım aleyhisselam Əbu Bəsir soruşur, ey Allahın Rəsulunun oğlu, Fədəkin həqiqəti nədir? İmamdan soruşur. İmam Musa-i Kazım'dan soruşur ki, bu Fədək var, bu Fədək məsələsi var, gör neçə yüz ildir. Bunun həqiqəti nədir? İmam buyurdu ki, həqiqətini soruşursan, yoxsa zahirini? Zahiri bağdır. Belə lap yaxşı
bəhər gətirən bağdır. Hətta bir dənə söz var, mən indi onu araşdırmışam. Sabahki gündə deyəcəyəm sizə. Mədinənin qazancına bərabər bir qazancı var idi. Fədəyin, elə belə dördü, 5 dənə, 3 dənə. Mədinənin qazancına bərabər bir qazancı var idi Fədəkin. Dedi ki, zahirini soruşsan, yoxsa həqiqətini? Dedi, həqiqətini. İmam buyurdu, onun həqiqəti bizim imamətimizdir. Kim onu bizdən aldısa, haqqımız aldı. Kim onu bizə qaytardısa, imamətimizi qəbul etdi. Demir, qaytardı. Çünki tarixdə bir neçə dəfə nə olub? Fədəki Əhl-i Beytə qaytarıblar, o bir xəlifə gəlib alıb. Belə bir şeylər baş verib. Hətta səhv eləmirəmsə, İmam Rıza əleyhissalamın zamanında olub. Məmun dedi ki, ya imam, bu Fədək nədir? Nə qədər də onun ölçüsü? Sən bilirsən, var ha, ölçüsü də var deyəcək gələn gecələrdə. Nədir onun ölçüsü? Verim, bağlansın da bu söhbət. İmam dedi ki, Fədəkim şimalı filan yerdədir, filan ölkədədir. Cənubu filan ölkədədir, qərbi filan yerdədir, şərqi filan yerdədir. Baxdı, gördü ki, xilafətin sərhədlərini dedi. Buyurdu ki, həqiqətini soruşursan, yoxsa zahirini? Dedi, həqiqətini. Buyurdu, onun həqiqəti bizim imamətimizdir. Kim onu bizdən aldısa, haqqımızı aldı. Kim onu bizə qaytardısa, imamətimizi qəbul etdi. Onu qaytarmaq yəni deməkdir ki, elə haqq sahibi sənsən, imam sənsən. İmamətini qəbul eləmək o deməkdir, öyle gətir bunu xilafətə otuzduracaq. Amma biləcək ki, haqq sahibi budur. Bu o üstü olan sahibi bu kişidir. Mən də öyle. Mən qəsb eləmişim. Bunu anlayacaq. Odur ki, məmnun elədi də, belə bir şey elədi, gəl otururdu. Amma iş qururdu. Əslində. Dedi ki, imam buyurdu ki, Fədəkin 4 sərhəddi var. Diqqət elə buna. Bu Musa-i Kazımdır. Dedi, Fədəkin 4 sərhəddi var. Doğuda Hicaz, qərbdə Suriya. O vaxt. O bağdan gedir ha söhbət, bağdan. Deyir, o bağın, o Fədəkin 4 sərhəddi var. Doğuda Hicaz, qərbdə Suriya, cənubda Yəmən, şimalda Hind dənizi. Yəni göy altında olan, hər şey bizim haqqımız olan Fədəkin bir hissəsidir. Bu da oldu nə? Fədək. İndi deyirlər, Fədəki niyə bu boydan ayrıysan? Niyə xanım Zəhra gedib o sözləri demək, əlinin vilayətini müdafiə eləmək sayılır, əlinin imamətini müdafiə sayılır, səbəbləri deyiləcək orada, Allah qoysa. Çox elə bir söz deyildi. Elə kiçik bir söz deyildi. Ya ikisi də alınmalıydı, ya ikisi də verilməliydi. Bunu alıp, bunu saxlasaydılar, cəmaatda şübhə yaranacaqdı. Bildin? Bunu alıp, bunu saxlasaydılar, insanlara şübhə yaranacaqdı. Allah bizi həqiqətləri anlayanlardan qərar versin. Bu hadisələrə hər zaman deyirəm, təəssüblə baxmağı nəsib eləməsin.
İstəyirsən şiə ol, istəyirsən qeyri-şiə ol. Fərq eləməz. Şiə olaraq da təəssüblə baxma, elmlə, əqillə, mərifətlə bax. Qeyri-şiə olaraq da buna təəssüblə baxıb, qərəz eləmə. Hadisələrdir də, tarixi hadisələrdir. Araşdır, maraqlan. Axı, mənə nə dəxli var 2400 il bundan qabağında olub? Əslində yoxdur. Hadisələr də olub gedir, bəzilərdə deyirlər, yazırlar görə. Və doğru deyir. Amma hadisələr, cəryanlar əgər həqiqətin üzərində durursa, həqiqətin üzərində durursa və bugünkü həqiqətlərə təsir edirsə, haqqı batıl, batılı haqq yerinə qoyursa, çevirirsə və məni bilərəkdən haqqı göz yumdurursa, onda onun neyi var? Sözü var. Onu araşdırmaq, axtarmaq vəzifədir. Deyirlər ki, bəzən deyirlər ki, tarixdir də bu. Tarixdir. Belə sözlər işlədirlər ki, tarixdir də. Bəli, tarixdir. Tarix özü bir elmdir, ya yox, elmdir. Əgər dəyərsiz bir şey olsaydı, bu boydana dövlətlər onun üçün sərmayə ayrırlar ki, bunu araşdırın, bilin, görün, kök nədir, kökən nədir, tarix nədir, nə olub, nə baş verib, necə gəlib, çıxıb. Demək, bu lazımlı olan bir şeydir. Boş şey olsaydı, dövlətlər bir köpək israfa pul xərcləməz heç vaxt. Lazım olan yerlərə xərcləyir. Bu boydana milyardlar xərcləyirlər. Hər dövlət öz tarixi üçün, nə bilim, bəzən ümumi bəşəri üçün institutlar yaranır, bu işlər görürlər. Buna bu tarix lazımlı olan şeydir. İkinci, bu tarix lazımlı olmasının, zəruri olmasının ən yaxşı sübuti Quran-ı Kərimdir. Quranın bəlkə 1/4, 3/1 hissəsi tarixi hadisələrdir. Peyğəmbərlərin hadisələri, Peyğəmbərlər zamanında o qovumların gördüyü işlər, olub götürüb də də belə. Niyə demirsə? Əşi, Habil vur, Qabil vurdu, Habili öldürdü. Bizə nə var, ay Quran yazmışsan bunu, de də. Mənə nə dəxli var ki, olub gedim, nə vaxt olub, nə bilim, neçə min illər bundan qabaq olub. Quranda onda əbəs yazılır bu. Əbəs yazılır. Əbəs yazılır. Quran bildirmək istəyir ki, həsəd insanı hara gətirir, çıxardır. Tamah insanı hara gətirir, çıxardır. Bunu demək istəyir. Səndə də o həsəd, tamah yaransa, sən də bir atanın, ananın oğlu olsan, qardaşını öldürəcəksən ona görə. Quran bunları göstərmək istəyir. İbrət üçün göstərir bizlərə. Örnək üçün göstərir bizlərə. İndi bu hadisələr də elə bu cür nədir? Ya ibrətdir, ya örnəkdir. Allah pisləri görməklə, batılı görməklə bizi ibrət alanlardan, haqqı görməklə onu öz bizə örnek götürənlərdən qərar versin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bismillahirrahmanirrahim. Ya Rahman Ya Rahim. Ya Gafur Ya Kerim. Selam olsun kapı dalında kalan Zahra'ya. Selam olsun
qapı dalında qalan Zəhraya. Salam olsun qəmi dünyaya dolan Zəhraya. Salam olsun cavan ikən qocalan Zəhraya. Salam olsun qara matəmdə qara bağlayana. Salam olsun qəminə 12 imam ağlayana. Salam olsun qapısın qüssə döyan Zəhraya. Salam olsun belini qəmlərə yan Zəhraya. Salam olsun üzünə şillə dayan Zəhraya. Salam olsun üzü üstə yıxılan Fatiməyə. Salam olsun gözü qan yara dolan Fatiməyə. Salam olsun ürəyi qəlbi yanan Zəhraya. Salam olsun qəm önündə dayanan Zəhraya. Salam olsun əli pəhlusi sınan Zəhraya. Salam olsun sinə üstünə mismar batana. Salam olsun bir əliylə çiqnutun tutana. Bir beytlə gedirəm oxuduğum yerə, hədəf tutduğum yerə. Dünyaya görüm of sala bu qəm xəbərin. Zəhra ola qəbrə gedə 7 nəfər ilə. Söz of olub başlandı əgər məclisi tazə. Təqib edərəm versə gözün yaşı icazə. Gizlincə gecə həml olunub qəbrə cənazə. Səbri dəryasına qəvvas olanın səbri hani. Ömrünün soldu baharında gülü əbri hani. Mən dedim Fatimə öldü, dedilər qəbri hani. Doğrudan çox sevərəm mən bu müxənnəsin əvvəl misrasın, ikinci misrasın. Doymazdı əli Fatimədən. Allah bilir ruhini qəbrə necə qoydu əli. Zəhra o şəhid peykərinə ruh idi, cismində qolu sinəsi məcruh idi. Qəmli qəbristan gecənin bir aləmi.
Qəmli qəbristan Zəhranı getdim gizlədim Min bərabər Yusifi Kənanı getdim gizlədim Fatimə ölcək Mən belə ehsas eylədim öldü Nəbi Fatimə yox Elə bil bura qədər Peyğəmbərin ölümü əlini belə yandırmamışdı. Elə ki, xanım Zəhra da gedəndən sonra əli tənhalığını hiss elədi. Fatimə ölcək, mən belə ehsas eylədim öldü Nəbi Fatimə yox. Peykəri tahanı getdim gizlədim, gül təkiylərdi. Hər gün Əhməd Mursəl onu güldü, amma gülmədi bir anı getdim gizlədim. Fatimə öldü, bəşər öldü, bütün öldü bəşər. Fatimə öldü, Əli öldü, bütün öldü bəşər. Mənayı insanı getdim gizlədim. Məhrəmi əsrarımı aldı əlimdən əşya. Yaro, həm dərd-i şəhmərdanı getdim gizlədim. Fatimə ölcək, həmlə eylib dörd tərəfdən Heydərə qəm ləşkəri. Həmlə eylib Heydərə dörd tərəfdən qəm ləşkəri. Dərdimin canını alan cananı getdim gizlədim. Bağiban öldü, dolubdur gülşənə zağ-u zəğən. Şəhbəri sədmə görən, əndani getdim gizlədim. Səndən cismin dəfni qıllam, eşkimi bu sinədə. Ta bu dilimdə olan yaranı getdim gizlədim. Bu dağlı sinədə dağlar kimi söz gizlənib. Hüccəcahi elmi həya imanı getdim gizlədim. Ağalar gül cəmalın qönçə vaxtında solan günlər bilər. Qusəqahi əşrəfi insanı getdim gizlədim. Amma qaldı yağlar bu gülün ardıca dörd bülbülləri səbra bax məndə. Qaldı yağlar bu gülün ardıca dörd bülbülləri səbrə bax məndə gülü. Rizvanı getdim gizlədim, gizlədib məndən sözü. Dil dağlı qaldı lalə tək, qəm əlindən bu dili. Sultanı getdim gizlədim, quslunu amma verəndə gördüyün gördü əli. Bu mehnət üzrə üzmanı getdim gizlədim. Qunfuzun asar-ı zülmün görcəyin dad eylədi. Gerçi yoxdur bu qəmin dərmanı getdim gizlədim. Dərdimi fəryad edəndə bildi dərd əhli vəli. Yoxdur bu dərdində dərmanı getdim gizlədim. Əllərim titrir vəli qəbrə qoyanda peykəri. Əllərim titrir vəli qəbrə qoyanda peykəri.
Ömrümün sermayesin Zəhranı getdim gizledim. Koymadı ömr eylesin Zəhranı öldürdü edu. Cismi mecruhun odur pünhanı getdim gizledim. Öldürüp el çəkməyib istir gələ təşrinəm. Əriş titrir, mələklər ağlayır. Elə ki xanım Zəhranı gətirdi Bəqinin qəbristanlığına. Deyirlər day çoxdu yanmadı. Ərş titrir, mələklər ağlayır, day oturan mərəm. Var yəqinim, ağlayır evdə Hüseyin. Ona görə hər gələndə qəbrinin üstünə də gizlin küçələrlə yol salır. Bəzən gəlir qəbri kənarında Bəqidə oturur. Həzrəti Əli ola, gecənin bir aləmi, heç kim yox. Gizlədib, pünhan, nə dost, nə tanış, nə qardaş. Gəlirdi tək tənha, bir dənə elə bir dərd danışmağa gəlib qəbrinin kənarına. Fatimə qəbrin üstə mən, Fatimə qəbrin üstə mən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Evdə yatıb Hüseynəsən, evdə yatıb Hüseynəsən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Fatimə qəbrin üstə mən, Fatimə Gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam evdə yatıb, evdə yatıb Hüseynəsən, evdə yatıb Hüseynəsən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Gün batırıb qəra salır, gün batırıb qəra salır, başa Hicaz dağları. Ağlayır dərdimə mənim, körpə yatan uşaqlarım. Ağlayır dərdimə mənim, həsrət iləm bulaqları. Yel əsrey çalır əcəb, qəmli təranə bağları. Qəmlidir gülşən u çəmən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Fatimə qəbrin üstə mən, Fatimə qəbrin üstə mən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Evdə yatıb Hüseynəsən, evdə yatıb Hüseynəsən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Evdə gedər gecə hami mərd özən istirahətə. Evdə gedər gecə hami mərd özən istirahətə. Gün batır Əli batır, bəhri qəmu məlalətəm.
Boş göre bilmirem yerin, nail olam ziyarete. Qəbrivin üstə qüssədən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Fatimə qəbrin üstə mən, Fatimə qəbrin üstə mən, gəlmişəm ağlayam gedəm. gəlmişəm ağlayam gedəm. Evdə yatır Hüseyn Həsən, evdə yatır Hüseyn Həsən. Gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Rişeyi sabri heyderin, seyli feragetin yolun. Yâd salanda mühnetü, gözlerim yaş ile dolur. Körpe uşaklar ağlaşır, dördü de gül kimis olur. Yok onların nazın çeken, gelmişem ağlayam gedem, gelmişem ağlayam gedem. Fatimə qəbrin üstə mən, Fatimə qəbrin üstə mən, gəlmişəm ağlayam gedəm. gəlmişəm ağlayam gedəm. Evdə yatıb Hüseyn Həsən, evdə yatıb Hüseyn Həsən. Gəlmişəm ağlayam Gedəm gəlmişəm ağlayam gedəm. Rehlet eden zaman atan, başı ve gavre bağladım Fatıma. Rehlet eden zaman atan, başı ve gavre bağladın. Ben belə bildim əzrəti, Əhmədə sinə dağladın. Bilməz idim yaralısan, bilməz idim yaralısan. Sən gecə gündüz ağladın, İndi o sir olub əyan, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Xeymə vurubdu qüssə bu, xeymə vurubdu qüssə bu. Qəm dili dağdarimə, yada salanda yarəvi. Eşkim axır üzarimə, həsrət ilə düşür gözüm, qəbzəyi zülfiqarimə. Çəkmədim heç qilafidən, gəlmişəm ağlayam gedəm, gəlmişəm ağlayam gedəm. Fatimə qəbrin üstə mən, Fatimə qəbrin üstə mən, gəlmişəm ağlayam gedəm. gəlmişəm ağlayam gedəm. Evdə yatıb Hüseyn Həsən, Evdə yatır Hüseyn Həsən, gəlmişəm ağlayam gedəm. gəlmişəm ağlayam gedəm. Aldılar hakkimi mənim, məclis şuri qurdular. Boynuma şal saldılar, şiri xudanı yordular. Sən kömək eylədin vəli, vay sənə qəmçi vurdular. Torpağa düşdün onda sən, gəlmişəm ağlayam gedəm,
gelmişem ağlayam gedem Fatime qəbrin üstəmən Fatime qəbrin üstəmən Gəlmişəm ağlayam gedəm Gəlmişəm ağlayam Evdə yatıp Hüseyin Həsən Evdə yatıp Hüseyin Həsən Gəlmişəm ağlayam gedəm Gəlmişəm ağlayam gedəm Təhdi nəzərdədir mənim mənzili vəhyi mənzilim Sən sağ idin biraz yenə evdə var idi get gəlim Getdin əlimdən indi sən bağlı qalıb dilim əlim Yoxdur bizə gəlib gedən Fatimə İndi qəmin nişəst edib qəm bu dili dağı darimə Yalvarıram yuxu gələ dideyi əşbarimə Niyə yatmaq istəsin? Gəlib qəbrin üstündə deyir ki, elə istəyirəm ki, yuxum gələ yatam. Amma bu dərd məni qoymur yatmağa. Bu qəm məni qoymur yatmağa. Amma yuxu görmək üçün bir yuxu ki, İndi qəmin nişəst edib Bu dili dağı darimə Yalvarıram Fatimə yuxu gələ dideyi əşvarimə Möhsünü al qucağı və gəl yuxuda kənarimə Ruh tapam müvəqqətən Gəlmişəm ağlayam gedəm Gəlmişəm ağlayam gedəm Allah xanım Zəhra salamullah aleyhanın qatillərinə lənət eləsin. Allah bizi dünya və axirət bu qapıdan ayrı salmasın. İnşallah kəmal-i cəmal-i Peyğəmbərə salavat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed